Mənə deyirlər ki, sən TikTokçusan, nə bilim, Instagramçısan, qardaşlar. Analar, bacılar, əmilər, dayılar. Mən sadəcə kiçik bir iş adamıyam. Bu sosialdan TikTok və Instagram, YouTube istifadəçisiyəm sadəcə o. Məhsullarımı burada təqdim edirəm. Buradan car çəkirəm ki, məndə bu qədər insan mal var, ucuz mal var və yaxud da nə bilim, gözəl göyçək mal var. Buyurun, gəlin, belə təqdim edirəm. İnsanlar da gəlib istəsə alır, istəməsə alır. Mənim üçün ancaq bu yoldur bu. TikTokçu deyiləm, nə Instagramçı deyiləm, nə YouTuber deyiləm, nə də blogger deyiləm. Mən sadəcə kiçik bir iş adamıyam. Və məsləhət etmək üçün hələ ki mənim o qədər necə deyirlər, təcrübəm yoxdur ki, kiməsə məsləhət verim. Çünki yaşım azdır. Amma o internetdə, TikTokda, Instagramda baxıram məsləhətçilər, nə bilim, bəzi ağlı marketoloqlar artıq hirslə, təhqirlə danışırlar, tənqidlə danışırlar. Bunu eləyin, siz yoxsa adam olmayasınız, nə eləməyəsiniz. Belə danışanlar var. Mən sizə bir şey deyim ki, kiminsə, hətta heç mən onları araşdırım, bilməm nə işlə məşğuldurlar. İşin görmədiyiniz, yəni bacarığın görmədiyiniz bir adamın məsləhəti pufdur da, yəni onu bilin ki, yəni heç bir şeydir. Ona görə də elə adamlara fikir verməyin. Bu sosialdan da düzgün istifadə etmək lazımdır. Şükür Allah, yəni hələ ki bu sosiala da giriş bütün dünyada, yəni pulsuz, daha sosial sizə pul verir də, yəni girin, qəşəng məhsullar satın, nə bilim, əl işlərinizi satın. Buradan gözəl bir qaydada istifadə etmək olar. Yəni adın qoyur TikTok, gir, nə bilim, giz danışıqlar falan, bunlar artıq şeylərdir. Yəni gələcəkdə özü də utanacaqdır bu videolarından, şurada videolarından. O tip adamlar bizlik deyil, amma mən məsləhət vermiş kimi olmuyorum. Çünki bizdə bir məsələ var da, məsləhətçi ilə o birisi çox olur. O görə də mən məsləhət verə bilmərəmsə, mən təcrübəm hələ ki 0,000 neçədədir. Amma işləmək lazımdır. Bu TikTok, Instagramdan, YouTube'dan çox gözəl istifadə etmək olar. Misal üçün, mənim bir qardaşım oğlu var, qardaş oğlu deyirəm. Evdə, Şamaxıda yaşayır. Evdə balaca bir şeylər alıb, xırda bir Trendyoldan adi, nə bilim, motor keçimi, nə bilim, belə balaca bir drellər falan alıb. Evdə təsbihlər düzəldir, nə bilim, qaşlar düzəldir, nələr düzəldir. Və sosial vasitəsilə də bu satış edir. Və çox da gözəl uğurlanıb, hətta balaca bir uşaqdır da, yəni 13-11 yaşı var. Ən azından gün ərzində bir 100 manat, 150 manat pulun qazanır. Yəni, bu adınızı qoymayın, TikTokçu, Instagramçı, nə bilim, biri YouTubeçu, biri nə bilim, adını qoyub blogger, mənim başım çıxmır elə şeylərdən, mən bir iş adamıyam. Ona görə də istəyirəm ki, iş də qurmaq çox sadədir, ha, bax, onu da deyim ki, çox sadə bir iş qurmaq vasitələr var Azərbaycanda. Azərbaycanda yox, elə dünyanın hər bir yerində. Yəni, bu videonu səhər çəkdim, özüm də safçıq eləməmiş, ona görə çəkdim ki, bilməm, pozitiv enerji verirəm, yoxsa nə verirəm, amma onu deyim ki, dayanmayın, işləmək lazımdır. Mən də sizin bir kiçiyiniz, xidmətinizdəyəm.